Sosial şəbəkələrdə çox reklam olunur, həddindən artıq reklamlar olunur. Tur paketlər. Bəli. Misrə $350 hər şey daxil tur paketlər reklam olunur. Burada yəni tur paketlərə nələr daxildir? Ora gedən o səyahətçi orada gedib nə ilə qarşılaşacaqdır? Nələr baş verəcəkdir? Gəlin bu haqqda biraz danışaq. Bəli, belə bir qiymətlər mövcuddur təbii ki. Sadəcə həmin otellər aşağı seqmentdə otellərdir. $350, $400 bu 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulan qiymətlər olur. Sadəcə yenə qeyd etdiyim kimi aşağı seqmentdə otellər olur və bunun içinə hər bir şey, bu paketin içinə hər şey daxildir. Gediş-dönüş aviabilet, oteldə gündə 5 dəfə qidalanma, qrup transfer, sığorta, hər bir şey daxildir. Sadəcə yenə də bu müştərilərin seçiminə qalır. Yəni biz əlbəttə ki, izah eləyirik ki, yəni siz getdikdə bundan narazı ola bilərsiniz. Oteldə məsəl üçün internet yalnız lobidə tutacaq, otaqda olmayacaq. Yəni bu şeyləri biz daha öncədən izah eləyirik müştəriyə. Artıq o müştərinin seçiminə qalır. Bu seçimini edən insanlar daha çox aktiv istirahət edirlər. Məsəl üçün gedəndə Kaira gedəcək, safariyə gedəcək, divinqə gedəcək. Yəni oteldən çox az istifadə edəcək.